Bəli, dəyərli izləyicilər, indi təhlil eləyəcək. Təhlillərimizdə isə daha çox Avropa Siyasi Birliyinin zirvə toplantısından danışacaq. Həm Azərbaycan prezidenti iştirak edir, bölgəmiz üçün, region üçün önəmlidir. Paşinyanın da orada səfərdə olduğu xəbərini təqdim etdi. Digər tərəfdə isə Avropalı liderlər məhz Avropanın təhlükəsizliyi məsələsi, Ukraynaya yardımlarla bağlı geniş şəkildə təhlillər aparacaqlar. Müzakirələrin nəticəsi nə olacaq? Çünki Leyen dedi ki, məhz sanksiyaları daha da gücləndirəcək, daha sərt tədbirlər görəcək. Nədir bu sərt tədbirlər? İlkin açıqlamalar bu istiqamətdədir. Qarşıdakı günlərdə, qarşıdakı dəqiqələrdə, günün irəliləyən saatlarında məhz həmin o zirvə toplantısına nə xəbərlər gələcək, onlarla bağlı da təhlillərimiz olacaq. Bu mənada gecikməyə istəyirik. Studiyamızın qonağı siyasi şərhçi Əhməd Şahidovla müzakirələrə başlayaq və Əhməd bəyi masamızın ətrafına dəvət edirik. Əhməd bəy, xoş gördük sizi, xoş gəlmişsiniz. Əhməd bəy, zirvə toplantısı bugün artıq işinə başlayıb deyə bilərik. Prezident İlham Əliyevin ilkin təmasları oldu. Maya Sandu ilə görüşdü və orada enerji istiqamətli əməkdaşlıqla bağlı danışıldı. İlk önce Azərbaycanla bağlı danışaq istəyirəm. Prezident İlham Əliyevin təmasları ilə əlaqədar dəyərləndirmələr aparaq, daha sonra digər məsələlərlə davam edərik. Bu mənada Azərbaycanla Avropa ölkələri arasında təmasların daha da intensivləşəcəyini gözləyir. Ələlxüsusda ki, dünyada baş verən proseslərə görə enerji istiqamətində Azərbaycana ehtiyac yaranıb, ehtiyac artmaqdadır. Nə düşünürsünüz? Başqa hansı görüşlər olacaq? Nə kimi məsələlər müzakirə edilə bilər? Ümumiyyətlə, Avropa Siyasi Birliyinin 7-ci toplantısı ki, bugün Danimarkanın paytaxtı Kopenhagendə öz işinə başlayıb. Bu, son 10 illiklər ərzində Avropa qitəsinin liderlərinin toplaşdığı və mühüm qərarlar qəbul elədiyi çox kritik bir görüşdür. Çünki bugün Avropa ölkələri ilə Rusiya arasında qarşıdurma dərinləşməkdədir. Artıq hibrid müharibə davam edir deyə bilərik və bu hibrid müharibə həm dron savaşı, Avropanın hava məkanının Rusiya dronları tərəfindən pozulması, enerji təhlükəsizliyi, Rusiya qazından asıllıq kimi məsələlər var və bu baxımdan Azərbaycanın önəmi daha da artmaqdadır. Heç təsadüf deyil ki, Azərbaycan prezidenti Cənab İlham Əliyevin Kopenhagendə keçirilən bu sammitdə iştirakı Azərbaycanın ilk növbədə Avropanın enerji təhlükəsizliyindəki rolunu bir daha qabardır. Çünki xüsusən də 2023-cü il Ukrayna müharibəsi aktiv fazaya geçdikdən sonra Avropa Birliyi, Avropa İttifaqı ölkələri Rusiya qazından maksimum imtina, Rusiya qazından asılı sıfıra endirərək alternativ enerji mənbələri axtarışına çıxdılar və bu alternativ mənbələr arasında Azərbaycan ən optimal, ən sərfəli bir variantdır və Avropa özünün enerji təchizatında Azərbaycanı ən etibarlı tərəfdaş kimi görməkdədir. Digər tərəfdən Azərbaycan prezidentinin çıxışında da bildirdiyi kimi Azərbaycan Avropanın enerji təchizatçısı kimi etibarlı bir tərəfdaşdır. Eyni zamanda alternativ enerji mənbələri. Bugün Azərbaycan Qarabağda, Zəngəzur bölgəsində çox uğurlu külək və alternativ yaşıl enerji layihələri həyata keçirir ki, bu layihələri Avropaya ixrac etmək, Azərbaycanın öz təcrübəsini Avropa ilə bölüşmək baxımından Azərbaycanın əhəmiyyəti artmaqdadır. Digər tərəfdən bugün Cənubi Qafqazda artıq sülh gündəliyi müzakirə olunur. Post-müharibə dövründə artıq Azərbaycan-Ermənistan arasında yekun sülh sənədinin razılaşması müzakirə olunur ki, Azərbaycan prezidenti məhz Cənubi Qafqazda sülhün və sabitliyin eyni zamanda Avropanın da sabitliyi baxımından böyük əhəmiyyət kəsb elədiyini bir daha bildirir. Çünki Avropa Cənubi Qafqaza özünün şərq cinahı kimi baxır. Cənubi Qafqazda təhlükəsizlik, sabitlik elə Avropanın ümumi təhlükəsizliyinə çox ciddi şəkildə təsir edir. Bu baxımdan Azərbaycan prezidentinin Danimarkada keçirilən bu sammitdə iştirakı elə Avropanın özünün enerji təhlükəsizliyi baxımından, ümumiyyətlə siyasi təhlükəsizliyi baxımından çox önəmlidir. Eyni zamanda Rusiyanın başlatdığı bu hibrid müharibəyə qarşı birgə mübarizədə Avropa liderləri kritik müzakirələr həyata keçirirlər. Hətta Danimarkanın baş naziri öz çıxışında bildirdi ki, artıq Avropa Rusiyanın hibrid hücumuna məruz qalıb. Bugün Avropanın hava məkanında Rusiya dronları zaman-zaman təxribat həyata keçirirlər. Bugün Avropanın müxtəlif şəhərlərində informasiya müharibəsi aparılır Avropa ölkələrini parçalamaq baxımından. Bu baxımdan Ukrayna müharibəsi təkcə Ukrayna sərhədləri çərçivəsində deyil,
Artıq Avropanın özünün ümumi təhlükəsizliyinə, enerji təhlükəsizliyinə, siyasi təhlükəsizliyinə ciddi bir təhdiddir. Bu baxımdan Kopenhagendəki müzakirələrdə Rusiyaya qarşı, onun hibrid müharibəsinə, hücumlarına qarşı birgə kollektiv mübarizə metodları araşdırılır. Eyni zamanda enerji təhlükəsizliyi məsələsi ciddi müzakirə predmetidir ki, burada Azərbaycanın önəmi, Azərbaycanın enerji potensialı və təcrübəsi bir daha önə çıxır. Əhməd bəy, doğru vurguladınız. Əsas Avropanın təhlükəsizliyi məsələsi üzərində müzakirələr olacaq bugün masada. Ukrayna ilə bağlı məsələ ilə paralel olaraq dron divarı kimi bir layihə var. Euronewsun bayaq manşetini təqdim etdi ki, dron divarın maliyyəti daha çoxdur. Ona görə bəzi ölkələr bunu daha gec həyata keçirə bilər, bəzi ölkələr isə ümumiyyətlə həyata keçirə bilməyəcəyi ilə bağlı fikir səsləndirirlər də. Əlbəttə ki, alternativ təhlükəsizlik mexanizmləri də qurulmalıdır. Bu Avropa Siyasi Birliyinin zirvə görüşündə bu istiqamətdə başqa hansı ideyalar ortaya atıla bilər? Avropa təhlükəsizliyini qorumaq üçün hansısa layihələrdən mi çarə axtarır? Necə düşünürsünüz? Ümumiyyətlə, Avropa bugün Rusiyadan gələ biləcək hansısa bir konkret hərbi hücumdan daha çox hibrid hücumlara qarşı bugün mübarizə aparır və sizin dediyiniz o drone wall layihəsi var ki, yəni Rusiya artıq həm Baltikyanı ölkələr, həm Skandinaviya ölkələri üzərində artıq dron təxribatları həyata keçirir. Hətta dəniz donanmasında müəyyən gəmilər həmin o dronları daşıyaraq Avropanın hava məkanına dron hücumları həyata keçirirlər ki, bu Avropanın özünün ümumi təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə ciddi bir təhdiddir və Avropa liderləri çox yaxşı başa düşürlər ki, bu dron təxribatları sonunda konkret hərbi əməliyyatlara, hücum əməliyyatlarına gətirib çıxara bilər. Bu baxımdan indidən bu hibrid hücumlara qarşı mübarizəni ən sərt şəkildə həyata keçirilə, bununla bağlı milyardlarla avro məbləğində vəsait ayrılır ki, Avropa özünün o dron divarını inşa eləsin ki, Rusiyadan və onun müttəfiqi olan Belarusdan, yəni o cinahdan, o cəbhədən gələ biləcək hücumları birgə dəf etsinlər. Digər alternativ məsələ, ikinci bir məsələ hibrid müharibəsidir, informasiya müharibəsidir. Bugün sosial şəbəkələrdə Rusiya qaynaqlı propaganda, təbliğat aparılır. Avropa cəmiyyətini parçalamaq, Avropanın daxilində bir qorxu yaratmaq, bir xaos yaratmaqla bağlı təbliğat aparılır. Bugün Almaniyanın müxtəlif şəhərlərində, xüsusən də Berlində müəyyən vərəqələr, təxribat yönümlü vərəqələr yayılır ki, bu Avropa cəmiyyətinin özünü içəridən parçalamaq məqsədi daşıyır. Daha sonra Rusiya məxsus hakerlər müxtəlif Avropanın dövlət və inzibati qurumlarının internet resurslarına, sosial şəbəkələrə hücumlar təşkil edərək müəyyən hibrid informasiya müharibəsi aparmağa çalışırlar ki, bütün bu məsələləri müzakirə etmək və kollektiv şəkildə bu hibrid müharibəyə qarşı mübarizə aparmaq baxımından bugün Kopenhagendə ciddi müzakirələr gedir. Avropa liderləri arasında da müəyyən fikir ayrılıqları var bu məsələdə. Məsələn, Danimarkanın baş naziri, Almaniyanın baş naziri çox sərt şəkildə bu Rusiya qaynaqlı bu hibrid müharibəyə reaksiya verməyi tələb edirlər. Amma Fransa lideri Emmanuel Macron olsun və ya İtaliyanın baş naziri Giorgia Meloni, onlar Rusiyadan gələn bu təxribatlara daha ehtiyatlı, daha səbirli davranmağı, yəni çox radikal addımlar atmamağı məsləhət bilirlər ki, bu Avropa İttifaqı ilə, dolayısıyla NATO ilə Rusiya arasında artıq konkret hərbi toqquşmaya gətirib çıxara bilər. Bir qədər səbir nümayiş etdirməyə. Biz daha sərt addımlar atacağıq, sanksiyalar istiqamətində. Bəli, sanksiyalar davam eləyir. Rusiyanın artıq enerji resurslarına, Rusiya ilə əməkdaşlıq edən ölkələrə və onların şirkətlərinə qarşı növbəti, səhv eləmirəmsə artıq 16-cı, 17-ci sanksiyalar paketi, 19-cu sanksiyalar paketi hazırlanır ki, bu Rusiyanın iqtisadi davamlılığını zədələmək və onun Ukraynada müharibə aparmaq qabiliyyətini aşağı salmağa yönəlib. Çünki müharibə aparmaq milyonlarla, milyardlarla avro, dollar məbləğində vəsait tələb eləyir və xüsusən də Rusiyanın iqtisadi resurslarını çökdürməklə Ukrayna cəbhəsində Rusiyanın fəal hərbi əməliyyatlarını dayandırmaq və ən azından atəşkəsə nail olmaq, bu müharibəni, hərbi əməliyyatları dayandırmaq baxımından Rusiyanın iqtisadi, ticari potensialına qarşı bu sanksiyalar
hələ mərhələli şəkildə, daha ağır şəkildə davam etdirilir. Mən istəyirəm ki, Zelenski ilə bağlı yeni bir xəbər var. Onu da təqdim edək. Daha sonra fikrinizi alaq. Əlbəttə ki, Zelenski də Kopenhagendədir. Ukrayna prezidenti Volodimir Zelenski Kopenhagendə Avropa liderləri ilə görüşəcək. Reutersin məlumatı var ki, Danimarkanın baş naziri Mette Frederiksenlə görüşü də gözlənilir. 50 dövlət və hökumət başçısı, eləcə də Avropa İttifaqı liderlərinin iştirak edəcəyi Avropa Siyasi Birliyi qarşısında çıxışı olacaq. O daha sonra Danimarkanın baş nazirinə birgə mətbuat konfransı keçirəcək və burada Avropa siyasətçiləri ilə görüşün nəticələri barədə məlumat veriləcək deyə xəbər verib Reuters. İstəyirəm ki, Zelenskinin də görüşlərindən danışaq. O mənada ki, təmaslar önəmlidir, Zelenski üçün önəmlidir. Yardım almaq istəyir əlbəttə. Ələxüsusla indi müzakirə olunan bir digər məsələ var. Dondurulmuş aktivlərdən istifadə məsələsi. Rusiyadan da xəbər gəldi ki, sərt addımlar atılacaq. Hətta Rusiya daxilində səhv etmirəmsə, kütləvi informasiya vasitələrinin iddiasıdır ki, bir proqram hazırlayır, həmin o aktivləri milliləşdirsin və özləri istifadə edə bilsin deyə. Siz nə düşünürsünüz bu aktivlərlə bağlı məsələ üzrə qərar veriləcəkmi? Dondurulmuş Rusiya aktivlərinin Ukraynaya yardım şəklində istifadə olunması artıq bir müddətdir ki, müzakirə olunur və bu mərhələli şəkildə həyata keçirilir. Növbəti mərhələdə də bu həyata keçirilir və Rusiya tərəfi bunu öz vəsaitlərinin belə deyək, oğurlanması kimi qələmə verir. Buna qarşı sərt addımlar atılacağı bildirilir və elə Kopenhagendə keçirilən bu müzakirələrdə əsas məqsəd Ukraynaya yardımın davam etdirilməsidir. Çünki belə bir plan var 2023-2026-cı illər ərzində Ukraynaya yardım edilməsi ilə bağlı. Ukraynanın müharibədə davamlılığını qoruyub saxlamaq, həm də Ukraynaya humanitar yardımı davam etdirmək baxımından Avropa ölkələri artıq bir neçə ildir ki, öz maliyyə resurslarını dövlət büdcələrindən müəyyən bir qismini bunun üçün ayırıblar. Amma Avropanın özünün də maliyyə resursları sonsuz deyil, tükənmək üzrədir. Ona görə zaman-zaman dondurulmuş həmin o Rusiya aktivlərinin elə Ukraynaya yönləndirilməsi məsələsi müzakirə olunur ki, bu da təbii ki, Rusiya tərəfindən qıcıqla qarşılanır və bunu bir oğurluq kimi qələmə verib həmin ölkələrə qarşı sərt addımlar atacağı bildirilir. Bu addımlar da nədən ibarət ola bilər? Elə bu günlərdə, bu həftələrdə davam edən bu hibrid müharibə Rusiyanın Avropanın gözünü qorxutmaq cəhdidir ki, hər an müharibənin coğrafiyası genişlənə bilər, xüsusən də Baltikyanı ölkələr, Skandinaviya ölkələri Rusiyadan gələ biləcək təhdidlərə qarşı artıq səfərbər olublar. Hətta Böyük Britaniyada belə, Almaniyada belə müharibə hazırlığı ilə bağlı əhali arasında bir təbliğat aparılır, çağırış aparılır ki, Rusiyadan gələ biləcək hücuma hər an hazır olmaq baxımından. Düşünürəm ki, bu Kopenhagen görüşündə çox mühüm qərarlar qəbul ediləcək. Həm Ukraynaya yardımın davam etdirilməsi, Rusiyaya qarşı sanksiyaların daha da dərinləşməsi, eyni zamanda Avropanın özünün gələcək təhlükəsizliyi həm hərbi cəhətdən, həm siyasi, eyni zamanda enerji təchizatı baxımından təhlükəsizliyi məsələsi bu Azərbaycan üçün daha çox prioritetdir. Azərbaycan öz qaz təchizatını, Avropanın enerji təchizatını həyata keçirə bilər. Eyni zamanda yaşıl alternativ enerji mənbələri ilə ki, biz Qarabağda çox uğurla həyata keçiririk Zəngəzur bölgəsində, bu təcrübəsini Azərbaycan Avropa ilə bölüşə bilər. Eyni zamanda Cənubi Qafqazda sülh gündəliyi, stabillik məsələsi ki, bugün gündəmdədir və bunun da müəllifi elə Azərbaycan Respublikası, Azərbaycan dövlətidir. Bu da Avropanın təhlükəsizliyi üçün çox önəmlidir. Az öncə dediyim kimi Avropanın şərq tərəfdaşlığı, şərq cinahı kimi Cənubi Qafqazda stabillik, burada enerji resurslarının stabil şəkildə nəqli Avropanın ümumi kollektiv maraqlarına uyğundur. Bu baxımdan Azərbaycan prezidentinin bugün Kopenhagendə keçirdiyi görüşlər, həm ikili görüşlər, həm o 7-ci sammitdə etdiyi çıxış Azərbaycanın Avropa üçün əhəmiyyətini bir daha artırmış olur. Eyni zamanda qarşılıqlı asıllıq yaradır. Yəni bugün Avropa ölkələri eyni zamanda Azərbaycanın enerji resurslarından asılı vəziyyətə gəlir ki, bu Azərbaycanın Avropa ölkələri ilə əlaqələrini daha da möhkəmləməsinə gətirib çıxaracaq. Əhməd bəy, 1-2 dəqiqəmiz var. Mən istəyirəm ki, bu məhz Rusiyanın təxribatlarından da danışaq. Hava məkanının pozulması ilə bağlı dərhal cavab verilməyəcəyi, o qırıcıların və yaxud da ki, dronların vurulacağı və yaxud da ki, qarşı bir hansı hücumun keçiriləcəyi ilə bağlı fikir ayrılığı var NATO daxilində. Məhz bu zirvədə bununla bağlı çox
güman ki danışılacaq və müzakirələr ediləcək. Çünki əsas məsələ odur elə. Nə kimi qərar verilə bilər? Çünki bir vahid fikirlə gələcəkmi Rusiya qırıcılar vurulsun ya da yox? Ümumiyyətlə, Avropa ölkələri, xüsusən də NATO üzvü olan liderlər çox yaxşı başa düşürlər ki, artıq Rusiya ilə açıq hərbi qarşıdurma riski çox yüksəkdir. Əgər Rusiyaya məxsus hər hansı bir hərbi təyyarələrin və ya gəmilərin vurulması artıq NATO-Rusiya savaşı deməkdir. Və Rusiya da bunu bilərək bildiyi üçün Avropa daxilində o fikir ayrılığının bir qədər ehtiyatlı davranışı sezdiyi üçün müəyyən qaranlıq təxribatlar həyata keçirir. Açıq şəkildə hansısa bir hücum əməliyyatları keçirmir Avropa ölkələrinə qarşı, amma hava məkanını pozmaqla, sərhəd zonasına yaxınlaşmaqla Rus hərbi təyyarələri və ya dronlarla hücum etməklə bunu özünün etmədiyini açıq şəkildə, rəsmi şəkildə bildirir. Amma faktiki olaraq bu Rusiya tərəfindən gələn təxribatlardır. Bu dəqiq bilinsə də, amma bunu sübuta yetirmək hələ ki bir qədər çətindir. Amma düşünürəm ki, bu ikili oyunlar uzun çəkməyəcək. Ya naviqasiya səhvi, ya hansısa bilərəkdən hansısa bir təxribat NATO-Rusiya qarşıdurmasını alovlandıra bilər ki, biz bunu 2-ci Dünya müharibəsində də görmüş olduq. Xırda bir texniki təsadüf mi deyim və ya naviqasiya səhvi və ya ən aşağı səviyyədə edilmiş bir təxribat yönümlü hərəkət böyük toqquşmaya, belə deyək, NATO-Rusiya müharibəsinə gətirib çıxara bilər. Aydın, çox sağ olun Əhməd bəy, təşəkkür edirik. Dəvətimizi qəbul edib gəldiniz və önəmli dəyərləndirmələr üçün. Dəyərli izləyicilər, məhz biz Avropa Siyasi Birliyinin zirvə toplantısından danışırdıq. Oradakı Azərbaycan prezidentinin təmasları da əsas diqqət mərkəzindədir. Digər tərəfdən masadakı önəmli məsələlər Avropanın təhlükəsizliyi və Ukraynaya yardımların artırılması məsələsidir ki, bunları geniş şəkildə təhlil etdik. Nə baş verəcək, nələr danışılacaq, ən sonda yekunda nə qərar qəbul edilə bilər deyə danışdıq. İndi isə dünya gündəminin xəbərləri ilə davam edək.